Salam, hər vaxtınız xeyir olsun. DİM 20 sınaq test toplusundan sınaq 3-ün izahına baxırıq. Mövzular mexaniki rəqslər və dalğalar, bərk cisimlərin, mayilərin və qazların təzyiqi. Şagird mayeyə batırılmış cismin həcmi və mayeni dəyişməklə Arximed qanunu təcrübi olaraq öyrənir. Arximed qüvvəsinin batırılmış cismin həcmindən asılılığını öyrənmək üçün o təsvir edilmiş hansı hallardan istifadə etməlidir? Deməli, şagird təsir edən, ümumiyyətlə, mayeyə batırılmış cismin həcmini və mayeni dəyişməklə Arximed qüvvəsini təcrübi olaraq öyrənmək istəyirsə, biz nəyə baxacağıq burada? Arximed qüvvəsi bərabərdir. Rho maye və batan vurulsun işi. Mayeyə batırılmış cismə təsirin Arximed qüvvəsi mayenin həcmindən asılı deyil. Birinci və ikinci cisimlərə fikir versək, burada mayələrin sıxlığı eynidir. Yəni, rho sıxlığı var və eyni səviyyədə batıb demək olar ki, sadəcə burada həcm biraz böyük olduğu üçün tam görsənmir. Burada da fikir versək, eyni səviyyədədir. Sadəcə qeyd etdiyimiz kimi 4V həcmli olduğu üçün müəyyən qədər aşağıda görsənmiş olur. Demək ki, nədir? Mayeyə tam batmış cismə təsir edən Arximed qüvvəsi mayenin həcmindən asılı deyil. Daha doğrusu, cismin həcmindən asılı deyil olur bu şəkildə qrafikimiz. Birinci və ikinciyə fikir versək, eyni səviyyədədir. Üçüncü cismə fikir verdikdə sıxlığı 2 dəfə artırır, dördüncüdə 3 rhodur, beşincidə rho bölünsün 2-dir. Yəni, burada belə qeyd edək ki, eyni sıxlıqlı mayelər üçün araşdırma edirik və burada da nəticəmiz olur 1 və 2. Bu da uyğundur Y variantına. İkinci sualda ipdən asılmış polad kürəcik kerosinə batırılmışdır. Sonra içərisində kerosin olan stəkan su olan stəkanla əvəz edilir. Bu zaman ipin gərilmə qüvvəsi və kürəciyə təsir edən Arximed qüvvəsi. Nə edirik deməli burada? Əslində sıxlıqlar barədə məlumat verməli idi, verilməyib. Deməli, ikinci sual. Şərtdə belə bir şey olsaydı qəşəng olardı. Kerosin və suyun sıxlıqlarını bu şəkildə versəydi. İndi suyun sıxlığı kerosinin sıxlığından çox olduğu üçün burada deməli, ipdən asılmış cismi suya keçirdikdə Arximed qüvvəsi artacaq. Çünki suyun sıxlığı daha çoxdur və Arximed qüvvəsi artdığı üçün burada artıq ip biraz gərilməsi azalacaq. Yəni, biraz belə bir boşluq yaranacaq. Demək ki, nə olur? Arximed qüvvəsi artar, gərilmə qüvvəsi isə başlayır azalır. Bu da olur A variantı. Üçüncü sualda birləşmiş qablarda bir-birinə qarışmayan Rho1 və Rho2 sıxlıqlı mayələr tökülmüşdür. H1 35 cm, H2 25, H3 15, H1 daha doğrusu Rho1 1000 kg/m3 olarsa, Rho2-nin sıxlığını hesablayın. İndi nə edirik? Baxaq. Bizə verib ki, H1-imiz 35-dir. Bu hissə 35-dir. H3-ümüz, yəni bura 15-dir və Rho1-imiz 1000-dir, Rho2-ni istəyir. İndi 15-dirsə, bu hissəyə fikir versək, buranın hündürlüyünü, tarazlıq səviyyəsindən olan hündürlüyü hesablasaq, olacaq nə qədər? 35 çıxılsın 15. Bu da edir 20 cm. Və Rho2 sıxlığını hesablayanda nə edirik? Sıxlıqla hündürlüklər tərs asıldı, tərs mütənasibdir və yazıram. Rho2-nin Rho1-ə bərabərdir. H2 ştrixin H1 ştrixə. H1 ştrixin H2 ştrixə, çünki tərs asıldı. Rho2-miz sıxlıq olaraq nə qədərdir? 10-10 axtarırıq. Rho2 bölünsün Rho1 1000 bərabərdir. H1 ştrix 35-15 20 cm. H2 ştriximiz isə burada tapdıq. Üçüncü sualda bildirir ki, birləşmiş qablarda bir-birinə qarışmayan Rho1
və Rho2 sıxlıqlı mayelər tökülmüşdür. H1 35, H2 25, H3 15, Rho1 1000 olarsa Rho2-nin sıxlığını hesablayın. İndi qeydlərimizi yazsaq, H2 25 cm-dir, H3 15 cm və H1-imiz 35 cm. Bu məsafəni tapsaq, tarazlıqda olduğu hissədən 35-dən çıxıram 15-i qalır 20 cm. Burada da bu hissə olmuş olur 10 cm. Və yazıram nə? Sıxlıqla hündürlük tərs mütənasibdir. Yazıram Rho2-nin Rho1-ə bərabərdir. Bu hissənin, yəni 20-nin bura 15-ə nisbəti. 20-nin 15-ə yox, bağışlayın, 10-a nisbəti. Və Rho2 1000-dir. 1000 yox. Rho2-ni axtarıram onsuz. Rho1 1000-dir. Bərabərdir 2-yə. Sadəcə 2 qaldı. Rho2 bərabərdir 2 vurulsun 1000. Bu da eləyir 2000 kiloqram böl metr kub. Doğru cavab B variantında var. Dördüncü sual cismin həcminin mayeyə batan hissəsini həcminin mayeyə batan hissəsini 3 dəfə artırdıqda Arximed qüvvəsi 36 Newton artdı. Arximed qüvvəsinin əvvəlki qiymətini hesablayın. Batan hissəsinin həcmini V batan 2 böl V batan 1 bərabərdir. 3 dəfə artırdıqda Arximed qüvvəsi 36 Newton. F1 bərabərdir. F Arximed 1 bərabərdir F-ə. F Arximed 2 bərabərdir F plus 36. Arximed qüvvəsinin əvvəlki qiyməti Arximed 1 bərabərdir suala. Nə edirəm? F plus 36-nı bölürəm F-ə bərabərdir 3-ə. 3F bərabərdir F plus 36. 2F bərabərdir 36. F də bərabərdir 36 bölü 2 18 Newton. Bizdən əvvəlki qiymətini soruşurdu. Bu da 18 Newton edir. Civə sütununun yuxarı qalan havanın təzyiqi neçə millimetr civə sütunudur? Civə sütunundan yuxarıda qalan havanın təzyiqi neçə millimetrdir? Deməli, burada nə edirik? 76 santimetrlik bir civədə, belə deyək də, torçellinin ölçməsi nəticəsində 760 millimetr olursa, 2 santimetrdə burada bir gördüyümüz əlavəmiz var ki, burada da 76 plus 2 78 santimetrdir. Bu da olur 780 millimetr civə sütunu. 5-ci sualda civə sütunundan yuxarıda qalan havanın təzyiqi neçə millimetr civə sütunudur? Aşağıda qalan havanın təzyiqini soruşsaydı, yazacaqdıq ki, P normalda 76 santimetrə, H bərabərdir 76 santimetr boruda olan civəyə uyğun olaraq atmosfer təzyiqi 760 millimetrdir. Amma bizdə yuxarıda qalan hissəni soruşur. Yuxarıda qalan hissənin təzyiqini soruşduqda normal təzyiqdən çıxacağıq yuxarıda qalan hissənin təzyiqini. Yəni normal təzyiqimiz dediyimiz 760-dan çıxacağıq. Burada 2 santimetrlik bir məsafə var. 2 santimetrlikdə də 20-dirsə, bu da olur 740 millimetr civə sütunu. Yəni belə deyək də, aşağısında qalan, civə sütunun aşağısında qalanı soruşsaydı 760-ın üzərinə gələcəkdik. Yuxarıda civə sütunundan yuxarıdakını soruşduğu üçün 760-dan çıxırıq. 6-cı sualda kütlə 800 qram olan cismi suya tam batırdıqda 600 qram su sıxışdırıb çıxardı. Cismin maidəyi çəkisini hesablayın. Sıxışdırıb çıxardığı suyun çəkisi Arximed qüvvəsinə bərabərdir. F Arximed bərabərdir 600 qram, daha doğrusu 0.6 vurulsun 10. Bu da edir 6 Newton. Mayedəki çəkisi P mayedəki bərabərdir P havadakı, yəni normal çəki çıxılsın F Arximed. Bu da bərabərdir havadakı 0.8 vurulsun 10 çıxılsın 6 Newton. Bu da edir 2 Newton ki A variantında var. 7-ci sual, birinci halda suda üzən cismin batan hissəsinin hündürlüyü H1, suyun hündürlüyü H2-dir. Cismi çevirib suya saldıq. 7-ci sualda çevirib suya təzədən saldıqda
Birinciyə fikir versək, aşağı hissəsi, yəni suya daxil olan hissəsi daha böyükdür. Həmin cismi çevirib saldıqda isə suya daxil olan hissəsi düzdür, qabın kiçik olan hissəsini, dar olan hissəsini salırıq, amma daha çox batmış olur. Yəni birincidə geniş hissə idi. Geniş hissə nisbətən az batdı suya, çünki oturacaq səthinin sahəsinə görə. İkincidə isə oturacaq səthinin sahəsi kiçikdir, daha çox suyun içinə batır. Və nəticədə burada H dəyişmir. Çünki yenə də eyni qədər, eyni həcm deyək də batıb suyun içinə. H2 dəyişməyəcək. Lakin H1 başlayacaq artmağa. Yəni daha çox batacaq da. Buradan fikir versək, indi şəkil nə qədər üst-üstə düşər ya yox. Fikir versək, daha çox batır. Biraz da şəkili yaxınlaşdırsaq, əvvəl bu qədər məsafə idi. Daha doğrusu çevirib batıranda bu qədər idi. İlk başda isə bu qədərdir. Nə olur? H1 artır. H2 isə sabitdir. Sabit. H1 artır, H2 sabit olur. Y variantı. 8-ci sualda müxtəlif mayelərə batırılmış cismin mayedəki çəkisinin Arximed qüvvəsinə asılılıq qrafikinə əsasən cismin kütləsini hesablayın. B nöqtəsinə uyğun olan hissə cismin mayedəki çəkisidir, 10 isə Arximed qüvvəsidir. Deməli, 8-ci sual. Cismin çəkisini tapanda mayedəki çəkisinin üzərinə Arximed qüvvəsini gəlirik. Mayedəki çəkisi 20 Newton, Arximed qüvvəsi 10-dur, bu da edir 30 Newton. MG-miz 30 Newtondursa, M-imiz nə qədər olur? 30 bölək 10, 3 kiloqram. Doğru cavab olur A variantı. 9-cu sualda iplə bir-birinə bağlanmış iki kürə maye daxilində tarazlıqdadır və kürələrin həcmləri üçün V1, 2V2 olarsa hansı ifadələr doğrudur? Deməli, burada kürələrə təsir edən, birinciyə baxsaq, kürələrə təsir edən Arximed qüvvələri bərabərdir, yanlışdır. Çünki F Arximed bərabərdir Rho maye V cisim J və burada baxsaq V1 V2-dən V1 V2-dən 2 dəfə çox olduğu üçün F Arximed 1 də F Arximed 2-dən nə olacaq? 2 dəfə böyük olacaq. Bu uyğundur ikinciyə. Birinci yanlışdır. Hər iki kürəciyin sıxlıqları bərabərdir. Yanlışdır. Çünki eyni, belə deyək də, burada iplə bağlanıb orta hissədən və müəyyən bir səviyyədə qalıblar. Eyni olsaydı, sıxlıqlar bərabər olsaydı daha doğrusu, ya üzə çıxardılar, ya da dibə batardılar. Demək ki, aşağıdakının sıxlığı daha çoxdur ki, nə olur? Cismi aşağıya doğru dartmağa çalışır. Yuxarıdakı da qoymur batmağa, müəyyən qədər nə olur? Müəyyən bir səviyyədə qalırlar. Yəni, bərabər deyil burada sıxlıq, aşağıdakının sıxlığı, yəni ikinci cismin sıxlığı daha böyükdür. Deməli, uyğun oldu. İkinci kürəciyin sıxlığı birincidən daha çoxdur, 4 və 5-ciyə baxsaq, ip hər iki kürəciyə eyni qüvvə ilə təsir edir. Burada ortadakı gərilmə qüvvəsi təbii ki, hər ikisində eyni olacaq. Kürələr tarazlıqda qaldığı üçün təbii ki, hər iki qüvvəyə ip eyni təsir verir. 10-cu sualda iki cisim bir cins mayedə üzür, tarazlıqdadır. Cisimlərə təsir edən Arximed qüvvələri və cisimlərin sıxlıqları üçün hansı münasibət doğrudur? Deməli, burada hər iki cisim baxırıq ki, mayenin daxilində müəyyən bir tarazlıqdadırlar. Nə batmırlar, nə də səthində deyirlər. Demək ki, normalda tutalım ki, birinci cismi mən götürdüm. Bir qabın daxilindədir, həmin mayedir və birinci cisim bu nöqtədədir. Birinci cisim sıxlığı nəyə bərabərdir? Birinci cismin sıxlığı mayenin sıxlığına bərabərdir. Və ikinci cisimdə buralığı da bir səviyyədədir. İkinci cismin də sıxlığı mayenin sıxlığına bərabər ki, müəyyən bir dərinlikdə üzür. Demək ki, dolayısıyla birincinin sıxlığı nəyə bərabərdir? İkincinin sıxlığına bərabərdir. F Arximed bərabərdir Rho maye V cisim J. Şərtdə verdiyi kimi ikincinin həcmi birincinin həcmindən böyük olduğu üçün F Arximed 2 də birdən nə olur? Böyük olur. Doğru cavab B variantı olacaq. Rho 1 400, Rho 2 800 olan bir-biri ilə qarışmayan iki mayenin
sərhəddində kürəcik tarazlıqdadır. Kürəciyin sıxlığı nə qədər olmalıdır ki, onun həcminin 1/4 hissəsi mayeləri ayıran sərhəddən yuxarıda qalsın. Deməli, biz burada yazırıq F Arximed bərabərdir. Bu cismə ümumilikdə təsir edən F Arximed deməli 1/4 yuxarıda qalsın deyir. Demək ki, 1/3 burada qalır, 1/4 ρ1 sıxlıqlı mayenin içində qalır. Birinci ρ2 tərəfdən təsir edən Arximed qüvvəsini tapsam, olur nə? 4/3 V cisim ρ2 vurulsun J. Sonra plus 4/1. Çünki 4/1 ρ1-in içində qalır. V cisim ρ1 vurulsun J-yə bərabər nəyə? F ağırlığı. Yəni tarazlıqdadsa bunun bir F ağırlığı mg'si var. Bu da V cisim ρ cisim J. Məndən onsuz da kürəciyin sıxlığını soruşur. Yəni bu ifadəni bərabər edirəm nəyə? mg'yə. Bu ifadəni mg'yə bərabər edirəm və yazıram ki, bircə dəqiqə, mg'nin də yerinə yazıram nə? Mg'nin də yerinə yazıram V cisim ρ cisim J. İndi hər tərəfi V cisimə bölsəm, V cisim getdi, qaldı 4/3, ρ2 800-dür, vurulsun 800, vurulsun 10, üstəyələk 4/1, ρ1-imiz 400-dür, vurulsun 400, vurulsun 10, bərabərdir. Ρ cisim vurulsun 10, J-nin qiyməti 10-dur. Getdi, qaldı 200, 2000-i də 3-ə vuranda eləyir 6000, 6000 üstəyələk 4 ilə 400 getdi, 100 qaldı. Bu da edir 1000. Bərabərdir 10 ρ cisim. 10 ρ cisim bərabərdir 7000. Ρ cisim də bərabərdir 700 kiloqram bölünsün metrin kubu. Bu da A variantı olur. Keçək növbəti suala. 12-ci sualda porşenli nasos ilə sıxlığı 800 kiloqram bölü metr kub olan mayeni hansı maksimal hündürlüyə qaldırmaq olar? İndi 12-ci sualın həllinə bildiyimiz təzyiqin düsturundan, hidrostatik təzyiqin ρ/H düsturundan gəlsək, H bərabərdir. Təzyiq varmı burada? Var. 100 kilo Pascal. 100 vurulsun 10 üstü 3 bölünsün J10. Sıxlıq isə 800-dür. Bərabərdir. Burada getdilər. 100-ü də 8-ə böləndə 12,5 metr olur ki, bu da D variantı olacaq. 13-cü suala keçid alırıq. 13-cü sualda bildirir ki, təsvir olunmuş qaba su tökülüb. 1, 2, 3 nöqtələrində mayenin təzyiqləri arasında hansı münasibət doğrudur? 2 və 3 nöqtəsinə fikir versək, hündürlüklər eynidir. 1 nöqtəsinin isə hündürlüyü nədir? Digərlərindən azdır. Baxın, 2 nöqtəsinin hündürlüyü bu məsafədir. 1 nöqtəsinki isə bu məsafə. H1, bura isə H2. Demək ki, təzyiqə baxsaq, ρ/H-dır. Suyun səthindən, diqqətdə saxlayın bunu, dibindən səthinə qədər götürülmür. Suyun səthindən verilən nöqtəyə qədər. Və dərinliyə getdikcə təzyiq artır. 2 ilə 3-ün hündürlüyü bir-birinə bərabərdir. Böyükdülər nəydən? 1-dən. Təzyiq də eyni qaydada olmuş olur. Bu da olur D variantı. 2 3-ə bərabərdir, böyükdür 1-dən. 14-cü sual harmonik rəqsdən cismin tarazlı vəziyyətinə 10 cm/saniyə sürəti ilə keçir və cismin rəqs periodu 4 pi saniyə olarsa onun aldığı maksimal təcili hesablanır. Deməli, 14-cü sualda V bərabərdir 10 cm/saniyə. Periyod 4 pi'dir. Mən buradan omeqanı tapacam. Necə tapacam? Omega bərabərdir 2 pi bölünsün periyod. 2 pi periyod 4 pi oldu. 2'də 1 0,5 saniyə. Və keçid alıram nəyə? Təcillə. Təcil bərabərdir suala. A bərabərdir omega V. Bu da bərabərdir omega 0,5 V 10. Bu da edir 5 cm/saniyənin kvadratı. Doğru cavab olur B variantı. 15-ci suala keçid alırıq. 15-ci sualda görək bizə nə buyurur. Sərtliyi 100 Nm/metr olan yaya bağlanmış cismin qanuni ilə dəyişən qüvvənin təsiri altında rəqs edir. Rəqsin tam enerjisini və 0,75 saniyə zamanında potensial enerjisini hesablayın. Deməli, biz buradan tam enerjini tapmağımız üçün lazımdır. Y tam bərabərdir Y potensialın maksimumuna.
Y potensial da tapanda f-in kvadratı bölü 2k yazırıq. Bu hardan gəlir? Y potensial özü bərabərdir kx-in kvadratı bölü 2. Sürət və məxrəcin k-ya vursaq 2k. Burada da olur k kvadratı x-in kvadratı. F-in kvadratı bölü 2k yazırıq. Bu düstur gəlir, bura yazılır. İndi yerinə qoysam ədədi qiymətlərini 36 bölünsün 2 vuraq k, bu da eləyir 100. 18, bunu da yazırıq. 180 vurulsun 10 üstü mənfi 3 kimi, bu da eləyir 180 millijoule. Bu belə. Y potensialı tapanda yazıram f-in kvadratı yenə də bölü 2k. Burada f max idi, çünki amplitud qiyməti. İndi f-in özünü tapanda 6 vur kosinus, pi-nin yerinə s-nə yazmıram, zamanın yerinə 0,75 saniyə deyir, yazıram 4-də 3. İxtisar gedəcək, pi onsuz da 180-dir. 180 ilə 4 ixtisar gedəndə qalır 45. Burada qalır 6 kosinus 135 dərəcə. Bu da olur 6. Kosinus 135 dərəcə zaten nədir? Deməli, kosinus 135 dərəcə, kosinus 90 plus 45-dir. Kosinus da ikinci rübə keçdiyi üçün buradan çıxır mənfi kökdə 2 bölü 2. Deməli, mənfi kökdə 2 bölü 2 və mənfi 3 kökdə 2 olur. Gətirib yerinə yazsaq bu ifadədə, gətirib burada yerinə yazırıq və f-in kvadratı, yəni 36 nə idi? Mənfi 3 kökdə 2-nin kvadratı bölünsün 2 vuraq k, k da 100. Bu da edir 9 vurulsun 2 bölünsün 2 vuraq 100. 2 ilə 2 getdi, qaldı 90 vur 10 üstü mənfi 3. Bu da eləyir 90 millijoule. Biri 90 millijoule, biri də ki, burada tapdıq 180. Doğru cavab olur A variantı. 16-cı sualda cisim, deməli, cisim x bərabərdir 20 kosinus 40 pi t qanunuyla harmonik rəqsdə müşahidə başlanandan t bölü 12 zamanında cismin sürətinin proyeksiyasını müəyyən edin. Deməli, burada birinci sürəti istəyir. Sürəti tapanda koordinatın törəməsinə baxırıq və 20 kosinus 40t. Bunun törəməsinə baxsaq, bu edəcək 40 mənfi 40 vurulsun 20 sinus. Kosinus sinusa çevrildiyi üçün mənfi yazırıq və sinus 40t bərabərdir. Bunu gələcəyik ilk başdan period əvəzlənməsinə gəlsək. Omega bərabərdir 2 pi bölünsün t-yə və omeganın qiyməti burada 40-dır. 40 bərabərdir 2 pi bölü t. T də bərabərdir 2 pi bölünsün 40. Bu da eləyir pi bölünsün 20. Gətirib harada yerinə qoyuram? Mənə verilən bu ifadədə yerinə qoysam, t bölək 12-də yerinə qoysaq, olur pi bölünsün 20 vurulsun 12. Həmin ifadəndə bu hissədə t-nin yerinə qoyuram və yazıram nə? Yazıram ki, mənfi 40 vurulsun 20, bu elədir mənfi 800. Mənfi 800 vurulsun sinus 40 vurulsun pi bölək 20 vuraq 12. 12. Getdi qaldı 2. Bu da elədi mənfi 800 sinus pi bölünsün 6. Bu da 30 dərəcəyə düşür. 30 dərəcədə də 2-də 1 alır. Demək ki, nə imiş? Mənfi 800 vurulsun 2-də 1. Bu da eləyir mənfi 400. Metr, daha doğrusu santimetr böl saniyə. Çünki ilk başda bizə santimetrlə verib. Metrə də çevirəndə 100-ə bölürəm, eləyir mənfi 4 metr bölünsün saniyə. 17-ci sualda harmonik rəqsdən cismin təcilinin proyeksi zamanında asılı qrafik verilmişdir. Hansı nöqtələrdə cismin impulsu sıfırdır? Cismin impulsu sıfır olan nöqtələr təcilin maksimal olduğu nöqtələrdir ki, bu da 2 və 5 nöqtələrindədir. Doğru cavab olur C variantı. Harmonik rəqsi hərəkətdə hansı fiziki cəmiyyət harmonik qanunla dəyişmir? Sürətdir, yer dəyişmədir, təcildir, kinetik enerjidir. Bunlar harmonik qanunla dəyişir. Amma rəqsin fazasıdır ki, bu harmonik qanunla dəyişmir. 19-cu sual. Uzunluğu 98 cm olan riyazi rəqqas tarazlıq vəziyyətindən V max bərabərdir 3 kökdə 10 sürətlə keçir. Hansı tənlik bu rəqqasın hərəkət tənliyinə uyğundur? Deməli, nə edirik burada? V bərabərdir omega x max. V max bərabərdir omega x max. 3 kök altda 10 bərabərdir omega. Omeganı da hardan tapırıq? Omega bərabərdir kök altda j bölünsün L.
Bu da bərabərdir. J'nin qiyməti 9.8 bölünsün 98 santimetrdə yazıram 98 10 üstü mənfi 2 bərabərdir. Tərsinə çevrilir. Burada getdi 10 üstü mənfi 1 var. Kök altında 10 üstü mənfi 1 vur 10 üstü 2. Bu da eləyir kök altında 10. Omeqanı tapdım kök altında 10. Gətirib yerinə yazıram. Kökdə 10 vurulsun x max. X max'ı da tapıram ki 3 metr. Və x bərabərdir. X max kosinus omega t'nin yerinə nə yazıram? Yazıram ki x bərabərdir. 3 kosinus kök altda 10 t. Bu da uyğundur A variantına. Keçək növbəti suala. 20-ci sualda nə deyir? Harmoni rəqsdən rəqqaslar üçün Euler-Venn diaqramına uyğun bəndləri müəyyən. Deməli, yaylı rəqqas və riyazi rəqqas period tezlikdən deyir. Yaylı rəqqas period, daha doğrusu periodu t bərabərdir 2pi kök altda m bölünsün k-dır. Tezlikdə isə 1 bölü 2pi kök altda k bölünsün m'dir. Riyazi rəqqasa gəlsək, riyazi rəqqasda isə şagirdlər t bərabərdir 2pi kök altda L bölü J, t bərabərdir 1 bölü nü bərabərdir 1 bölünsün 2pi kök altda J bölünsün L'dir. Rəqs tezliyi rəqsin amplitudundan asılı deyil. Hər iki halda amplituddan asılı deyil, bir ikisinə də ortaqdır. Rəqs periodu rəqqasın kütləsindən asılıdır. Bu hansındadır? Yaylı rəqqasda. Deməli, yaylı rəqqas birincidir. Rəqs periodu yer səthindən olan hündürlükdən asılıdır. Bu uyğundur ikinciyə. 3'ü yazdıq bura. Niyə uyğundur? Çünki J'nin qiyməti J bərabərdir Jm R plus H. Buradan başlayır dəyişməyə. Yəni hündürlükdən asılıdır qısacası. Üçüncü də getdi. Rəqslərin dövrü tezliyi yalnız rəqs sisteminin xüsusiyyətlərindən asılıdır. Bu hər ikisində. Rəqs ağırlıq qüvvəsinin və elastiklik qüvvəsinin əvəzləyicisinin təsiri altında baş verir. Ağırlıq qüvvəsinin və elastiklik qüvvəsinin əvəzləyicisinin təsiri altında baş verir. Ağırlıq qüvvəsi var, bir də elastiklik qüvvəsi var ki, təsir altında baş verir burada. Yəni bu yaylı rəqqasa ağırlıq qüvvəsi dəxli yoxdur. Çünki yaylı rəqqasa təsiri yoxdur. Bu uyğundur riyazi rəqqasa. Doğru cavabımız olur C variantı. 21-ci sualda sərtliyi K olan, bir dənə buranı silək. Sərtliyi K olan yaya bağlanmış M kütləli cisim harmoni rəqsdə yer dəyişmə müəyyən X dəyişmə qiymətinin sürəti V olmuşdur. Rəqsin amplitudu hansı ifadələ təyin olunur? Baxaq. Deməli, 21-ci sual. K, X max, daha doğrusu Y tam bərabərdir. Y potensial plus Y kinetik. K, X max'ın kvadratı bölü 2 bərabərdir. K, X'in kvadratı bölü 2. Üstə gələk M, V'nin kvadratı bölü 2. Məndən nə istəyir? Rəqsin amplitudunu istəyir. Hər tərəfini 2-yə vursam, 2-lər getdilər. Qaldı Kx max'ın kvadratı bərabərdir. Kx'in kvadratı plus M, V'nin kvadratı. Və amplitudu tapanda, X max'ı tapanda hər tərəfini K'ya bölürəm. Plus M, V'nin kvadratı bölünsün K. Kök altına salsam belə olur. Kx'in kvadratı M, V'nin kvadratı bölünsün K. Bu da uyğundur D variantına. 22-ci suala keçid alaq. Uzunluğu 10 cm olan riyazi rəqqasla uzunda 2 kg kütləli cisimə asılmış yaylı rəqqas periodu bir-birinə bərabərdir. Yayın sərtliyini hesablayın. T bərabərdir 2pi kök altda M bölü K. T bərabərdir 2pi kök altda L bölü J. Deyir ki, periodlar bir-birinə bərabər. Demək ki, 2pi kök altda M bölü K, 2pi kök altda L bölü J. 2pi'lər getdilər. Yazıram 2 böl K bərabərdir L bölünsün 0, onda 1 bölünsün 10. Nə qaldı burada? Hər tərəfini kvadrata yüksəltsək 2 bölək K bərabərdir 0,01. K'nı tapsam nə olur? 2 vurulsun 10 üstü mənfi 2. Bu da eləyir 200 Newton bölünsün metr. Doğru cavab olur D variantı. 23-cü sualda yer səthindən şaquli yuxarı atəş açılır. Deməli,
Eyni vaxtda 600 səs və güllə eyni vaxtda 600 metr hündürlüyə çatır. Səsin havada yayılma sürəti 340 qəbul edərək güllənin başlanğıc sürəti metr/saniyə ilə hesablanır. Deməli, T bərabərdir H bölünsün V-yə, bu da bərabərdir 680 bölünsün 340. Buradan ixtisarımıza aparsaq qalır 2. İndi yazırıq. H bərabərdir V0T minus JT-nin kvadratı bölü 2. Deyir ki, 680 metr hündürlüyə qalxıb. 680 bərabərdir V0 vurulsun T 2 tapdıq, çıxılsın 10 vurulsun 4 bölü 2. Və getdi, burada qaldı 2. 2V0 bərabərdir 680. Üstə yenilsin 20. Bu da eləyir 700. V0 bərabərdir 700 bölünsün 2. Bu da edəcək 350 metr bölünsün saniyə. Deməli, 24-cü sualda bildirir ki, mexaniki dalğanın qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? Birincidə bildirir dalğa uzunluğu 25-dir. Dalğa uzunluğu ümumiyyətlə iki qonşu qabarıqlıq ya da çökəklik arasındakı məsafədir. Lambda ilə işarə olunur. 20-nin xəttini burada verib. Deməli, 1, 2, 3, 4 dənə. Deməli, hər bölgünün qiyməti nə qədərdir? 5-dir. Çünki 20-dir, 4 dənə damadır. 5-dir hər bölgünün qiyməti. 1 dama, 2 dama, 3, 4, 5. Deməli, lambda nəyə bərabər oldu? 5 damaya. 5-i də 5-ə vururuq, 25 metr. Deməli, dalğa uzunluğu 25 metr. Eninə dalğadır. Hardan bilirik onu? Dalğa sağa doğru yayılır. Zərrəciklərin hərəkət istiqaməti fikir verirsə, dalğanın yayılma istiqamətinə perpendikulyardır. Belə getdi, sonra gəldi. Yəni, zərrəciklərin rəqsi hərəkət istiqaməti, burada daha aydın seçsək, bu dalğanın yayılma istiqamətidir. Dalğa. Bu isə zərrəciklərin rəqsi hərəkətin istiqaməti, fikir versəz, perpendikulyar şəkildə yönəlir. Bu şəkildə deməli, eninə dalğadır. Gələk 5-ciyə. Dalğa rəqslərin amplitudu 20-dir. Baxaq buradan, görək nədir? 4-cü niyə çıxdıq? Çünki uzunluğuna deyil də eninədir. Amplituduna baxsaq, ən uzaq hissəsinə baxın. Bir bölgünün qiyməti 5 sm-dirsə, bir damanın qiyməti 5 sm-dirsə, burada amplitud olur 1, 2, 3, 4, 5. Amplitud bura qədər yayılıb da. Deməli, bir damanın ölçüsü 5 sm-dirsə olur, dalğanın amplitudu 10 sm. Amma burada 20 verib. Yəni, uyğun olan 2 və 3-dür. Əgər ki, bura 10 olsaydı, 2, 3 və 5 olardı. Qabın dibinin sahəsi 1300 cm². Qaba 3,9 litr su tökülərsə, qabın stola təzyiqi nə qədər olar? Deməli, sahə 1300 cm² və 3,9 litr su tökülürsə, bunu metr kubuna çevirəndə 3,9-u vururuq 10 üstü -3-ə. Santimetr kvadrat 1300-ü santimetr metrə çevirəndə santimetr nə qədərdir? Santimetr 10 üstü -2 metrdir. 10 üstü -2 metrin kvadratı. Bu da olur 1300 vurulsun 10 üstü -4 metrin kvadratı. J'miz 10'dur və bizdən nə qədər artar? Stola təzyiqi nə qədər artar? Sıxlığı da bizə verib burada 10 üstü 3. Rho da bərabərdir 10 üstü 3. Deməli, P bərabərdir F bölünsün S-dir. MJ bölünsün S və M-in yerinə yazıram Rho VJ bölünsün S. Deməli, burada P bərabərdir. Rho'muz 10 üstü 3 vurulsun V. 3,9 10 üstü -3 və J'miz isə 10'dur. S nə qədərdir? 1300 10 üstü -4. İndi burada nə edirik? Baxırıq. 3,9'u bu 10'a vuranda, deməli, aşağıdakı 13 ilə getdi. Aşağıda qaldı 100. Yuxarıda qaldı 10 üstü 1. 10 üstü 1. Burada qaldı 3. Deməli, 3 bölünsün 10 üstü -2. Bu da sürətə çıxdı, oldu 300 Paskal. Cavabımız olur nə qədər? 300 Paskal. 26-cı sualda yaylı rəqqas 2 cm amplitudla harmonik rəqsidir. Rəqsin tam enerjisi 3,3 joule olarsa, tarazlıq vəziyyətindən hansı məsafədə cismin təsir edən qüvvə 22,5 olar. Deməli, amplitud x max 2 cm, 2 vur 10 üstü
Hansı məsafədə? Heç çevirməyək, qalsın 2 sm. Tam enerjisi Y tam bərabərdir 0,3 oldu və tarazlıq vəziyyətindən hansı məsafədə təsir edən qüvvə 22,5 olar. X bərabərdir suala. Biz bu ifadədən istifadə edib K-nı tapsaq, Y tam bərabərdir. Y potensialı maksı. Bunu da yerinə yazırıq. K X maksın kvadratı bölü 2. K-nı tapsam 2Y potensial bölünsün. Daha doğrusu 2Y tam bölünsün. X'in kvadratı bərabərdir. 2Y tamın yerinə 0,3 yazıram. Bölünsün X'in kvadratı eləyir 4. Burada qaldı nə? 0,15. Newton bölünsün santimetr. Və gətirib F bərabərdir Kx elastiklik qüvvəsinin düsturunda yerinə yazsam, X bərabərdir F bölünsün K, yəni 22,5 bölünsün 0,15. Cavabımız edəcək 150 santimetr. Metrə çevirsək olur 1,5 metr. 27-ci sualda bildirir ki, su ilə tam dolu ağzı bağlı olan 1, 2 və 3 qabları üçün uyğunluğu müəyyən edin. Mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi mayenin öz çəkisindən böyükdür. Təzyiq qüvvəsi öz çəkisindən böyük olan 3-cü qabdadır. Çünki burada mayedəki belə deyək də, daha doğrusu qabın üst hissəsi, kənar tərəfləri qabı sıxır. Sonra uyğun oldu A. Sonra mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi onun çəkisindən kiçikdir. Çəkisindən kiçikdir. Uyğun olur 1-ə B. Mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi onun çəkisinə bərabərdir 2-yə C. Qabı tərsinə çevirdikdə qabın dayağı təzyiqi artar. Təzyiqi artar uyğundur 3-cüyə. Qabı tərsinə çevirəndə dayağa təzyiqi artar. Çünki oturacaq səthinin sahəsi kiçilir. P bərabərdir F bölünsün S-ə görə uyğundur D-yə. Qabı tərsinə çevirəndə qabın dayağa təzyiqi azalar. Bu da yoxdur. Baxsaq, tutam ki, birinci qabı tərsinə çevirdim. Tərsinə çevirəndə bu şəkildə olmuş olur. Oturacaq sahəsi böyük olduğu üçün birinciyə də uyğun olur Y variantı. Sınaq şüşəsinin içərisinə su olan menzurkaya daxil etdilər. Bu zaman suyun səviyyəsi 100 cm3-dan 120 cm3-a qədər artdı. Əgər sınaq şüşəsi suda üzürsə, onun sudayı çəkisi nəyə bərabərdir? Suda üzürsə, cismin ağırlıq, daha doğrusu Arximed qüvvəsi F ağırlığa bərabərdir və cismin sudakı çəkisi P mayedəki bərabərdir. P havadakı, daha doğrusu bağışlayın, F Arximed çıxılsın, F ağırlıq. Daha doğrusu F ağırlıq çıxılsın, F Arximed bir-birinə bərabər olduğu üçün sudakı çəkisi olur 0. 29-cu sualda şaquli asılmış yay rəqqas ən kənar aşağı vəziyyətdən A, ən kənar yuxarı B vəziyyətinə doğru hərəkət edir. O tarazlıq vəziyyətidir. A, O, B hissələrində yaydan asılmış cisim yer səthinə nəzərən potensial enerjisi və kinetik enerjisi necə dəyişər? Deməli, Y potensial bərabərdir K, X-in kvadratı bölü 2, Y kinetik bərabərdir M, V-nin kvadratı bölü 2. Nə edirik burada? Deməli, potensial enerjisi amplituda, daha doğrusu yayın yer dəyişməsi X-ə görə müəyyən olunur, kinetik enerji isə sürətə görə. Deməli, A-dan O-ya doğru gəldikcə Y kinetik artır, Y potensial isə azalır. Səbəb nədir azalmağına? Çünki A-dan O-ya doğru gələndə yayın X qiyməti azalır. Deməli, O, B-yə, deməli, O-dan B-yə doğru getdikcə Y kinetik azalır. Səbəb nədir? Sürət azaldığı üçün. Azalır. Y potensial isə X artdığı üçün artır. Keçək 30-cu suala. 30-cu sualda yer səthinə riyazi rəqqasın rəqslərinin tezliyi növ bərabər 0,6 saniyə üstü mənfi 1-dir. Tezliyin yer səthindən olan hündürlükdən H bərabərdir R və 2R asılılıq qrafiki koordinatın oxlar üzərində kəmiyyətləri müvafiq qiymətlərini göstərməklə qurun. Deməli, növ bərabərdir 1 bölünsün 2pi kök altda J bölək L-dir. Burada J-nin yerinə gətirib kəmiyyətin qiymətini qoysaq, bu şəkildə Jm bölünsün R plus H-ın mötərizə kvadratı vurulsun L. Oradan da kənara çıxır ki, 1 bölünsün 2pi R plus H və Jm bölünsün L. Deməli, hündürlük R olsa, tezlik nə olur? 2 dəfə azalır. Çünki tezliklə hündürlük tərs mütənasib asılıdır.
R-in üstünə R gəlsəm, H-ın yerinə R qoyub qiymətini tapmağa çalışsam, tezliyim nə olacaq? 2 dəfə azalmalıdır. Və tezliyin qiyməti 6 verdiyi üçün yazıram 0.3 olanda nə olur? R olur. 2R olanda isə 0.2 olur. 3 dəfə azalır. 0.2. Qrafikin qiymətini, daha doğrusu qrafikin özünü çəksək, bu şəkildə çəkməmiz lazımdır. Bu qədər diqqətin üçün təşəkkürlər.